İnsanlar xərçəng araşdırmasına gedəcək, xərçəngin müalicəsini tapsın. Amma girəndə itirsən onun üçün deyirsən, o nə maraqlı, əslində bioloji cəhətdən çox maraqlı hadisələr baş verir. Xəstəlikləri də dəyişə bilərikmi və yaxud yox edə bilərikmi gendən ötürülən xəstəlikləri? Talihdən çox da hər şey zaten bizim iradəmizdədir. Depressiyayla güclü əlaqəsi yoxdur. Hüceyrələr arası kommunikasiya pozulur. Hüceyrələr arası kommunikasiya pozulmağı sonra hüceyrə öz içində saxlaya bilmir nizam-intizamını. Genetik dəyişikliklər baş verir. Məsələn, belə şeylər. Ya da tərsinə baxa bilərsiniz ki, genetik dəyişikliklər baş verir. Sonra hüceyrələr arasında kommunikasiya pozulur. Yəni iki tərəfli ola bilər. Genlərimiz bizim taleyimizi dəyişə bilərmi? Genlər öz-özünə yəni heç bir şey eləmir. Yəni onların elə biləcək bir şey sadəcə molekullardır və hüceyrə lazım olduğunda o molekulları müəyyən funksiyalar üçün istifadə edilir və bəzən istifadə edə bilmir, onun xəstəliklər yarana bilər. Qadın ölür və bunun arxa planında yəni doktorlar deyirlər ki, əslində o su idi, maye idi. Sadəcə qadın öz beynini öldürdü. Gələcəkdə yaxın bir neçə ildə indi süni zəka da gəlir. Və süni zəka ilə bir yerdə insanların psixologiyası daha mı yaxşı olacaq, yoxsa daha mı pisləşəcək? Bu qədər dərinliyə gedən bir insansınız. Öz həyatınızda bu dərinlikdəki olan ağırlıqda deyək də bu araşdırmaları öz həyatınızda necə balansa qoyursunuz? Onun yaxşı nəticəsini gördüyünü deyir. Amma altda yatan bayaq dediyimiz kimi o yanığın sönməyib də hələ. Salam, Əsas Özüm, Əsas Çözüm proqramına xoş gəlmisiniz. Bizim bu dəfəki qonağımız mənim doğma qardaşım olan Elmir Məhəmmədovdur. O, Almaniyanın ən qabaqda gələn araşdırma mərkəzlərindən biri Max Delbrückdə işləyir. Özü fəlsəfə elmləri doktorudur və bizə bugün öz bildiklərini və bizim bilmədiklərimizi ötürəcək. Bundan əlavə də onun dünyanın ən qabaqda gələn jurnallarından biri olan Nature jurnalında məqalələri mövcuddur və bundan əlavə də Elmi Spektr jurnalının qurucularından biridir. Mən sözü onun özünə ötürmək istəyirəm, özünü təqdim etsin, hansı sahə üzrə fəlsəfə elmləri doktorudur. Bizə bu Azərbaycanda bu çox yayılmamış bir sahədir. Ona görə özünün məlumat verməsi daha doğru olar. Buyur qardaşım, sözümü sənə ötürürəm. Mən təhsilimi bioinformatika sahəsində eləmişəm, biologiya elmləri və bioinformatika. Yəni bioinformatika sahəsi kompüterin molekulyar biologiya ilə istifadəsi ümumi belə deyə bilərik. Çünki molekulyar biologiyada yəni biz hüceyrənin daxilində olan informasiyalar oxuyuruq. Yəni hüceyrənin içində görünən nə qədər molekullar, nə qədər informasiya var. Bizim genlərimiz, yəni insanda 20 mindən çox gen var. Ondan əlavə nə qədər 10 minlərlə zülal və başqa molekullar mövcud. Yəni bunları bir dənə hüceyrənin içində və bütün insan hüceyrələrini götürsək, yəni onların hamısını biz informasiyanı əldə etməyə çalışsaq, görün nə qədər informasiya, bunu insan tək özü ilə bilməz. Gərək kompüter istifadə olmalıdır. İndi süni zəka falan da var, yəni bildiyiniz kimi. Ona görə mən yəni bu sahəyə böyüyür, mən də bununla başlamışam. Belə 2011-ci ildə Kanadada ilk təhsilimi başlamışdım bu üzrə və bu sahənin də fərqli şeylərdə istifadə etmişəm, tətbiqini. Məsələn, doktoranturamı mən insan embriosunun 3-cü həftəsində ilk dəfə biz nəzərə yetirmişik ən molekulyar səviyyədə. Belə bizim Nature jurnalı çıxma məqaləsi olmuşdu 2021-ci ildə. İndi də məsələn mən öz sahəmi xərçəngə tətbiq edirəm, xərçəng araşdırmasına tətbiq edirəm. Neuroblastoma deyə bir xərçəng var, uşaq xərçəngidir. Bəzi uşaqlar o xərçənglə doğulur. İndi öz sahəmi, öz ekspertliyimi, öz bildiyimi buna yönəltmişəm. Bəs xərçəng dediniz, misal üçün hal-hazırda da dünyada, Azərbaycanda fərqi yoxdur. Ümumiyyətlə xərçənglə mübarizə həqiqətən də çox çətindir. Təbii ki, siz burada daha elmi tərəfini yoxlayırsınız. Misal üçün orada düzdür, yəni burada indi araşdırmanı sırf öyrənmək deyil məqsədim. Amma nələr misal üçün dəyişə bilər? Yəni hansı araşdırmalardan nə nəticə çıxartmısınız ki, məsləhət kimi ya da gördüklərinizdənmi deyə bilərəm? Yəni xərçəng elə bir sahədir ki, bir dəfəyə cavab verə bilməyəcəm, amma xərçəngin yəni nə qədər mürəkkəb olduğunu deyə bilərəm. Xərçəngin sahəsinin içinə girdiyinizi görürsən, yəni daha da belə insan yəni wow olur ki, yəni nə qədər mürəkkəbdir. İnsanlar xərçəng araşdırmasına gedəcək, xərçəngin
müalicəsini tapsın. Amma girəndə itirsən onun üçün deyirsən, o nə maraqlı, əslində bioloji cəhətdən çox maraqlı hadisələr baş verir. Yəni xəstəlik qrav qoysa, adam hətta bəzən unudur da ki, bu xəstəlik çünki xərçəng hüceyrələri təbiətin yəni göstərdiyi belə ən mürəkkəb və ən ağlasılmaz bioloji hadisələr baş verir ki, ancaq məsələn elə mürəkkəb hadisələr insan embrion böyüyəndə o baş verə bilər elə şeylər. Ona görə hüceyrədə çox şey aktivləşir, hər şey aktivləşir, yəni hər şey dəyişir demək olar və xərçəng öz çeşidliyini qorumağa çalışır. Ona görə çətindir xərçəng. Çünki xərçəng öz çeşidliyini artırır ki, həyatda qala bilsin. Yəni ona görə də xərçəngin müalicəsi çətindir. Və yaxud ümumiyyətlə başa düşmək çətindir. Çünki bir xərçəng növünün içində belə, bir orqanizm növünün içində belə 3-4 dənə fərqli cür xərçəng ola bilər. Məsələn, qaraciyər xərçəngi bir neçə növ ola bilər və yaxud səbəblər ola bilər. Ona görə yəni çeşidliliyi o qədər çoxdur ki, bir səbəbini tapmaq çətindir. Yəni əvvəllər fikirləşirdilər ki, yəni bir kökü var, hansı ki, oradan başlayır xərçəng böyüyür. Bunu yəni bəzi araşdırmaçılar heç qəbul edəmir. Elə xərçəng olur, öz-özünə çəkilir, eləsi var, bir neçə yerdən çıxır. Yəni orada müxtəliflik o qədər çoxdur ki, artıq onun hərəsi üçün də bir müalicə eləmək olmur. Ona görə yəni ümumi birləşdirən bir şeylər var əlbəttə ki, amma xərçəng deyəndə biraz böyük bir fəlsəfi bir məfhum kimi əslində fikirləşmək olar oraya, çünki yəni tam olaraq xərçəng nədir, yəni və hansı hardan gəlir, bunu heç tam olaraq tərifini verə bilmir bəzən. Ona görə biraz çətindir. Əlbəttə ki, yəni bilinən şeylər var ki, müəyyən kimyəvi maddələr və yaxud yəni xərçəngi belə fikirləşmək olar. Xərçəngdə bəzi hüceyrələr bədənin intellektual sistemindən qırağa çıxır. Deyir, mən bir parçası deyiləm, öz həyatımı sürəcəm ortaya. Ona görə bədəni bir arada tutmağa yarayan psixologiyalar ola bilər, sağlam həyat ola bilər. Mən belə fikirləşirəm, əlbəttə ki, bu böyük bir sadələşdirmədir. Amma bədənin bütünlüyünü qoruyacaq şeylər eləmək lazımdır. O da siz psixoloq kimi daha yaxşı bilərsiniz. Bəzi dediyim kimi psixoloji və yaxud fiziki. Amma dediyim ki, bunlar da bəhs eləməyə bilər əlbəttə ki, çünki öz-özündən də yarına yəni tam səbəb bəlli deyil. Tam olaraq. Yəni olasılığı artıra biləcək şeylər var əlbəttə ki, çünki hüceyrədə çox şey dəyişir. Yəni xərçəngdə fərqli yerlərdən baxmaq olar, fərqli perspektivlərdən baxmaq ola bilər. Bəzi insanlar, bəzi araşdırmacılar ümumiyyətlə belə bir şey var, genetikdir. Amma sonradan bilinir ki, əslində bu genetik dəyişikliklər başqa şeylərdən baş verir. Yəni məsələn, hüceyrələr arası kommunikasiya pozulur. Hüceyrələr arası kommunikasiya pozulmağı sonra hüceyrə öz içində saxlaya bilmir nizam-intizamı. Genetik dəyişikliklər baş verir, məsələn belə şey ola bilər. Ya da tərsinə baxa bilərsiniz ki, genetik dəyişikliklər baş verir. Sonra hüceyrələr arasında kommunikasiya pozulur. Yəni iki tərəfdə ola bilər. Yəni biraz toyuq və yumurta söhbəti gəlib çıxır bəzən. Ona görə biraz fəlsəfi problemlər deyək, fəlsəfi baxış açıları hələ də tam olaraq araşdırmacılar arasında çözülməyib. Bunların hamısına baxmaq lazımdır əlbəttə, amma biraz ona görə çətindir. Yəni çeşidliliyi çoxdur, bu çeşidliliyi yarada biləcək mexanizmlər də çoxdur, fərqliliklər çoxdur. Bəs genimizə təsir edərək, genimizi dəyişərək bizə ötürülən xəstəlikləri də dəyişə bilərikmi və yaxud yox edə bilərikmi gendən ötürülən xəstəlikləri? Genetik xəstəliklər deyəndə yəni insanlar ümumiyyətlə bir çox şey fikirləşə bilər. Məsələn, elə xəstəliklər var ki, onun cəmi bir dənə gen, məsələn, Huntington xəstəliyi var, onda bir dənə gen var, Huntington geni, o pozulanda, orada mutasiya gedəndə o Huntington, və bu irsidir və valideynlərinə keçəndə olma şansı var ki, bu genin səndə mutasiya olmuş hal keçir və ya keçmir. Məsələn, burada bilinir ki, burada bir dənə gen var, bir dənə mutasiya var, ki, və bundan sən yəni tutma ehtimalın deyək ki, 50%-dir. Və sən bunun gibi genetik yoxlanışlarla məsələn həkimliyə keçib baxa bilərsən. Məsələn, burada da əslində biraz etik söhbətlər var ki, sən bilirsən ki, məsələn, anında bu olub sonra özü yoxlatdırırsan, yoxlatdırmırsan, başqa söhbətlərdir. Amma əlbəttə ki, yəni DNT deyək də, genlər deyəndə biz
biz DNT nəzərdə tuturuq. DNT-nin üzərində yəni səpələnmiş sadəcə informasiyadır genlər. Və bu DNT-nin cəmi 2% təşkil edir. DNT-də yəni 98% gen deyil əslində biz dediyimiz genlər deyil yəni. Biz genlər deyən əslində nəyə nəzərdə tuturuq? O da insanlarda biraz çaşbaşlıq yaradır ki, yəni tam olaraq gen deyənin nədir yəni. Biraz ona görə anlaşılmazlıqlar baş verir. Biz gen deyəndə biz irisi şeylər başa düşürük, amma irisi olan şeyləri biz səhv başa düşə bilərik ki, bu sonradan gördüyümüz üçün və bu əvvəldə olduğu üçün valideynlərdə ola bilər. Biz deyirik ki, irsidir, amma onu genlərdə necə təsvir olunur, yəni o tam olaraq bilinmir. Yəni bəzən dediyim kimi məsələn Huntington xəstəliyini bilir, amma fikirləşilir ki və bu üzərində araşdırma gedib ki, mürəkkəb xəstəliklərdə də şizofreniya olsun, xərçəngi olsun, bunlarda da ailədən gələn bir şey ola bilər. Mən hələ də yüzlü bir araşdırma görməmişəm ki, desinlər məsələn bu genlər sırf şizofreniya var, əlbəttə müəyyən bir tendensiya, amma heç vaxt deyilməsən 100%-dir, heç vaxt deyilməsən buna səbəb olur. Ümumiyyətlə genlər xəstəliyə səbəb olur deyəndə mürəkkəb xəstəliklərdən gedir söhbət. Səbəb olur deyəndə biraz səhv quraşdırılıb, çünki genlər öz-özünə heç nə deyə bilməz. Genlər hüceyrənin bir parçasıdır. Genləri sadəcə oxuya bilən hüceyrənin özüdür. Hüceyrə də başqa hüceyrələrlə bir yerdədir. Başqa hüceyrələr də toxumanın içində olur, başqa orqanlar da başqa orqanlarla bir yerdədir. Yəni belə artır. Ona görə oradan yuxarı çıxan kimi, yəni nə qədər görün biz getiririk orada. Genlər öz-özünə yəni heç bir şey eləmir. Yəni onların yəni elə biləcək bir şey sadəcə molekullardır və hüceyrə lazım olduğunda o molekulları müəyyən funksiyalar üçün istifadə edir və bəzən istifadə edə bilmir, ona görə xəstəliklər yarana bilər. Ona görə oradan gələnə kimi azım mürəkkəb xəstəliklərdə və məsələn şizofreniya olsun, depressiya olsun. Əlbəttə ki, klinik depressiyalar var ki, orada deyirsən məsələn, hə, bu çox ağırdır. Amma çox bir halda orada irsiyyədən söhbət gedə bilməz, yəni çünki o ardıcıllığı itir, yəni oradan ən aşağı səviyyədən lap yuxarı gələnə kimi, hansı ki yuxarı dediyimiz kimi depressiyada davranış pozuntuları falan məsələn oradan çox balaca hüceyrənin içindən bir balaca şeydən ora gələnə kimi nə qədər şey var. Ona görə ortada çox şey ola bilər və biraz məncə səhv yanaşma gətirə bilər ki, onun genetikdir, amma yəni ortada çox şey var. İnsanlar sonra depressiyanın başqa səbəbləri də ola bilər. Yəni biz cəmiyyətdə məsələn kasıb ailədə doğulsan bəlkə daha az, amma intellekti də elə fikirləşirlər. Məsələn, intellekti doğulanda səndən gəlir, amma araşdırmalar var ki, 60%-ə qədər bu sosioekonomik səbəbləri var ki, məsələn, varlı ailədə olsan, intellekt olmada şansı daha çoxdur, çünki sən daha yaxşı məktəblərə girsən və s. Əslində biraz genetik deyəndə biraz asanlaşdırır işi, çünki biz yəni biraz daha asan baxırıq ki, bunun genetik səbəbi var, deməli belə olmalıdır. Biraz çox asanlaşdırır bizim beynimizdə olan şeyi. Ona görə biz dəyişə biləcəyimiz, biraz məsuliyyət artır orada. Yəni biz dəyişə biləcəyimiz şeylər dəyişmirik. Ki belədir, onsuz da insanlar belə oturur ki, onsuz da bu belədir. Mən ona görə biraz təhlükəli hesab edirəm ki, məsələn, genlər bu nədir ya və genlər dəyişərək. Var, məsələn, elə xəstəliklər dediyim kimi, irsi xəstəliklər var ki, və deyək ki, 0.1% insanda çıxır ortaya. Fərqli irsi xəstəliklər var ki, onun bir dənə mutasiya var ki, o səbəb olur, var belə şeylər və onun da dərmanları çıxarılır. Məsələn, elə irsi xəstəliklər var ki, onun bir dənə kapsulu $200,000 onu atırsan, füsür gedir orada yeni dəyişir. Var. Amma mürəkkəb xəstəliklərdən söz ola bilməz ki, gedib məsələn genə dəyişib nəsə həll edəcəksən, çünki o qədər sadə deyil. Bizim genə baxışımız, yəni genetikaya baxışımız o qədər sadədir. Yəni bu var. Məsələn, belə bir məfhum var ki, genetik kod. Kod deyəndə artıq kodlaşdırılmış şey gəlir ağlımıza. Amma kod əslində onu başa salmaq üçün olan bir termindir. Yəni əslində orada kod yoxdur, yəni biz kod kimi fikirləşirik onu. Tibbdə və ya biologiyada belə şeylər çoxdur. Məsələn, beynin kompüter olması məsələn, bunun özü də böyük bir anlaşılmalıdır. Beyin kompüter deyil, yəni beynin çalışması üçün gərək yəni informasiya tez-tez dəyişsin, amma yəni
Kompüter sadəcə bir dənə informasiya alır, sonra informasiyanı buraxır. Beynin informasiya almaq üçün gərək o birisi informasiya gəlsin ki, bu əvvəlki informasiyanı ikinci informasiya olmalı ki, birinci informasiya bura düşsün. Amma kompüterdə bir dənə informasiya verirsən, onu sənə başqa cür təsvir edir, belə deyim. Məsələn, klik edirsən, nəsə olur. Amma çox belə şey aldı desək, beyində gərək bir neçədən klik olsun ki, hamısını başa düşəsən. Belə bir nəysə. Bəs genlərimiz bizim taleyimizi dəyişə bilərmi? Dəyişə bilər əlbəttə, amma bunu necə ölçə bilərik? Və yaxud təsiri var ümumiyyətlə genlərimizin Əlbəttə ki, təsiri var, taleyimiz arasında. Əlbəttə təsir var. Genlər hüceyrənin önəmli bir hissəsidir. Yəni zülalların, ifraz olunan zülalların hamısı genlərdən ifraz olunub gəlir. Amma dediyim kimi, yəni biz artıq genlərə nəyisə dəyişən şey kimi yox, sadəcə hüceyrədə istifadə olunan bir resurs kimi baxmalıyıq. Belə baxmaq, əslində belə fikirləşmək ki, hə, genlər təsir edir, o asanlaşdırır çox şey baxmağa və bu məsələn dərman şirkətlərdə bunu çox istifadə edir və yaxud insanların özünə necə baxmağa çox yəni bizim ehtiyac kimidir insanlarda ki, biz hardan gəlmişik, hara gedirik. Bu suallar böyük bir fəlsəfi suallardır ki, hamının beynində var. Genlər ya deyək ki, taleyimizə təsir edir deməyi çox asan bir həlli olduğunu. Əlbəttə ki, önəmli bir parçasıdır. Yəni necəsə hüceyrənin içində başqa şeylər də var, başqa molekullar da var, onlar da bir parçasıdır. Hüceyrə böyük bir maşın kimi fikirləşək. Bunun özü də bir əslində hüceyrənin böyük bir maşın kimi fikirləşsə, içində görünən nə qədər mexanizmalar var ki, bunlar bir-birinə əlaqədədirlər və hüceyrənin özləri başqa hüceyrələrlə əlaqədədirlər ki, hüceyrələr bir-birinə təsir edir. Yəni çox mürəkkəb bir şeydir. Ona görə məncə taleyə təsiri var deyək, amma necə təsiri var və nə qədər təsiri var, bunu ölçmək çox çətindir və demək olar. Məncə sualı soruşmaq belə məncə biraz səhv fikirlər gətirib çıxa bilər ki, məsələn dediyim kimi bu belədir və yaxud belə qalmalıdır. Konkret bir cavabı yoxdur. Və sizin araşdırmalarda belə bir şey varmı ki, mən öncədən məndə yarana biləcək xəstəlikləri araşdırım və ona uyğun hər hansı bir dərman, bir kapsula təyin edim ki, məndə o prosesi söndürsün. Bunun üçün çox araşdırma aparırıq. Bizim laboratoriyada bir növ molekul var ki, məsələn DNT-dən ifraz olunan mRNT gəlir, RNT-dən sonra zülal. Balaca RNT-lər var ki, bunlar heç o zülala çevrilə bilmir. DNT-dən RNT-yə keçəndə və RNT formasına qalır. Buna balaca kodlaşdırılmayan RNT deyilir. Onlar balacalar və bunlara əvvəl fikirləşirlər ki, bunlar zülala çevrilmir deyə, yəni heç bir mənası yoxdur, çünki nəsə zülal edir. Amma sonradan görürlər ki, bəzi xəstəliklərdə çox önəmli rol oynayır və yaxud bəzi xəstəliklərdə burada pozulma baş verir. Bunu istifadə edib, məsələn, müəyyən xərçənglər var ki, burada pozuntu gedir və onlar qana sızır. İndi məsələn araşdırma aparılır ki, bunu qandan götürsək tez, o xərçəngi tez tuta bilərikmi? Və yaxud hansısa beyin xəstəlikləri var ki, orada da pozulur və qana sızır. Burada məsələn ola bilər ki, məsələn, bunu ölçərək bu səhv formasını, bu molekulun səhv formasını görsək, əvvəlcən deyə bilərikmi ki, bu xəstəlik olacaq. Var elə şeylər, amma sadəcə o var deyə o demək deyil ki, bu ona səbəb olur. Deyək ki, məsələn, meşədən yanğın çıxır, biz onun tüstüsünü görürük. Əslində orada tüstü səbəb deyil, tüstü sadəcə orada göstəricidir. Yəni biz genetik şeylərdə də çox vaxt elə baxmağa mən daha çox üstünlük verirəm ki, genetik sayma, genetik informasiyanı göstərmək daha çox o tüstünü görməkdir. Yəni o yanğının səbəbi deyil, yanğının səbəbi başqa bir şey ola bilər. Məsələn, ən sadə halda deyim, məsələn, siqaret çəkirsən, sonra xərçəngi olursan, tutaq ki, xərçəngi olanda çox şey dəyişilir. Hüceyrədə genlər daxil, amma o genləri baxıb deyə bilərsən, məsələn, xərçəngin hansı tutaq ki, hansı növüdür, amma o demək deyir ki, onlar səbəb olur. Yəni belə bir baxış. Eynən, əslində insanın burada biz genetik kodumuzdan danışırıq. Bəlkə də genetikamızda da var, bilmirəm. Amma insanın ən böyük düşmanı elə özüdür. Elə bayaq da misal çəkdiniz ki, siqaret çəkir. Yəni zaten bunun sonucu, yəni başlanğıc var, yanğın var. Səbəb də var.
Axırda da bəlli olan nədir? Meşənin bütün yanmağıdır, yəni insanın özünü məhv etməyidir. Bir çox insan elə siqaretdən qurtulmaq, siqaret deyil, başqa şeylər də var təbii ki. İndi biz burada misal olaraq siqareti dedik. Siqaretdən qurtulmaq istəyirəm, amma qurtula bilmir. Türklər üçün sonucunda da kaslanır da, yəni sonunda da həqiqətən də həm özünə, həm sevdiklərinə də zərər verməyi çox gözəl bacarır. Burada amma genetikanı günahlandırıb ya. Ki mənim genetikada, mənim atam çəkib, atamın atası çəkib, hamı çəkib. Bu mənim genimdə var deyib. Bunun biraz Əlbəttə. Yəni dediyim kimi sadəcə bir hüceyrənin bir parçasıdır, önəmli bir parçasıdır, amma hər şeyə səbəb olur. Yəni bütün hər şey onun üstünə ataq deyə, yəni axırı yəni məntiqi ardıcıllığı gəlib ora çıxır da, yəni ki biz artıq ordadır, kodlaşdırılır, biz buna heç nə edə bilmərik. Yəni o qədər sadə deyil. Siqaret çəkməyi də mən bayaq demişdim, yəni xərçəng bədənin intellektual sisteminin çökməsi kimidir. Çünki bəzi bir qrup hüceyrə çıxır oradan. Yəni yaşamağa çalışır bədən. Öz yaşamağa çalışır. Siqareti də onu biraz necə deyim, biraz ona oxşadıram ki, biz bədənimizin qırağından çıxır. Yəni siqaret sənin əslində özünün özündən çıxmağın kimi bir şeydir. Bir koloniya yaradır da. Yəni dediyim kimi bədənin özünü özündən çıxaran şeydir. Yəni məsələn siqaret belə deyək. Amma bədənin özü nədir? O da bir sualdır əlbəttə. Necə deyək? Çünki bizim bədənimiz də ətraf mühitin bir parçasıdır. Başqa insanlarla əlaqədar. Amma bir şey də deyim, biz məsələn genlərdən danışırıq və yaxud irsi şeylərdən danışırıq. Yəni onun əksi deyək ki, tam olaraq hər şey ətraf mühitdə etmir. Yəni belə deyək də və bunu ayırmaq məncə düzgün. Yəni həmişə belə bir səhv ayrılıq olub ki, ya genetikdir, ya da ətraf mühitdir. Məsələn 40% belədir, 60% belədir. O qədər də asan deyil yəni. Ən belə bu problemi həll etmək istəyən adamlar belə deyib ki, məsələn, tutaq ki, bu ikisinin qarışığıdır deyib atırlar söhbət qırağa. Əlbəttə ki, elədir, amma o qədər də asan deyil. Çünki burada nədir irsi, nədir ətraf mühit, o da dəyişir. Məsələn, genin ətraf mühiti hüceyrənin özüdür. Amma hüceyrənin ətraf mühiti başqa hüceyrələrdir, bizim ətraf mühit. Amma bizim üçün hüceyrənin özü irsi bir şey ola bilər. Yəni biz aşağı səviyyədə bölüşdük. O səviyyələr arası fərq var və bu səviyyələr bir-biri ilə söhbət edir, belə deyək. O zaman insan elə yaşadığı periodda istər hüceyrələrimiz, yəni biz bunu aktivləşdirə də bilərik, passivləşdirə də bilərik. Əslində hər şey yenə də bizdən asılıdır. Bayaq Röyələm xanımın sualına da cavab olaraq deyirəm ki, talehdən çox da hər şey zaten bizim iradəmizdədir. Genetika okey, rol oynayır, var. Bizim orada var. Amma biz də varıq. Bizim də öz seçimlərimiz var. Seçdiyimiz şeylər bizə təsir edir və bizdən sonraki nəslə də təsir edir. Amma o nəsil də bunu dəyişə bilər ki, biz bu dəqiqə hal-hazırda bizdən öncəki nəsillərin etdikləri bir çox şeyi dəyişmişik. Onda yəni genetik rol deyirik də. Sizin də elə ilk başda da deyirsiniz ki, hər şey orada deyil. Tamam, çox şeylər var. Hətta onu bir kod olaraq deyirik də, amma orada heç kod da yoxdur. O sadəcə olaraq bizim bu dəqiqə istifadə etdiyimiz bir bəsit bir dildir ki, izah edək. Yəni onu heç o formada deməyimiz də doğru deyil. Amma bir şey maraqlıdır ki, bir insan əgər hər şey fərqinə varsa, öz mənliyini, özünü, biz indi burada əsas özüm deyirik. Egoist rəsdən demirik təbii ki. Hər kəs deyir ki, indi bu dəqiqə hamı deyir ki, özünü sev, özü deyil. Yəni əslində özünü tanı, özünü fərqinə var, ətrafını sev, özünü sevdiyi ilk sev ki, hər kəs də səni sevsin. Misal çəkirəm. Bunu nəyə görə deyirəm? Bir insan əgər fərqindəliyi çox olsa, özünü sevsə, hər şeyi balanslı şəkildə yaşamağı bacarsa. Misal üçün sizin hal-hazırda etdiyiniz mənim gözümdə çox böyük, yəni çox ağır və böyük bir şeydir. Elmi tədqiqatlar, yəni bu xəstəlikləri kənara qoyuram. İnsan o beyni, molekullar, o qədər xırdalıqlar, o qədər dərinliklərə gedirsiniz ki. Biz indi danışırıq burada, indi nə qədər danışa bilərək ki, bu haqda siz çox yaxşı başa düşürəm ki, bu haqda yəni illərlə
araşdırmalar aparsınız. Hələ siz bu işin bir hissəsini bilirsiniz, nə qədər hissələri var. Yəni biz burada danışıb saatlarla danışsaq bitirə bilmərik. Amma mənə maraqlıdır ki, siz bu qədər iş, yəni nə mənə iş deyirəm, bu qədər dərinliyə gedən bir insansınız. Öz həyatınızda bu dərinlikdəki olan ağırlıqda deyək də bu araşdırmaları öz həyatınızda necə balansa qoyursunuz? Yəni necə balanslaşdırırsınız ki, bu sizin həyatınıza təsir etməsin? Çünki mən bir çox insan görmüşəm ki, öz işi ilə yaşam tərzini biraz qarışdırmaq deyil də ağır olduğu üçün o elə bir ki, xəstəlikləri nə ilə mübarizə aparsa onu elə bir evinə gətirir, öz həyatına gətirir. Məsəl üçün çox yaxşı tanıdığım ürək cərrahı var idi. Özündə ürək problemi yarandığı üçün çox böyük xəstəliklər keçirdi. Çox məşhur o vaxtı bir psixoloq var idi. İntihar elədi. Ağır bir depressiya yaşadığı bilin. Yəni demirəm bu sizə. Sadəcə olaraq mən sizin tanıdığım üçün deyirəm. Necə öz həyatınızda balanslaşdırırsınız ki, bu ağır dərinlikdəki olan iş həyatınız öz həyatınızda mane deməyim də, yəni tam oturur yerində. Biraz ağır oldu ya da qəribə. Təxminən barışdım. Araşdırma psixoloji olaraq yəni doğrudan da çox ağırdır, çünki həmişə nəsə müsbət nəticə çıxmır, istədiyin nəticə çıxmır və sənin bütün həyatın olduğuna görə müsbət nəticə çıxmayanda artıq hər şey, yəni deyirsən mən müvəffəqiyyətsizliyə uğradım, yəni və təzyiq də çox olduğundan görə karyerada ki, sən həmişə nəsə qabaq etməsin, məqalə buraxmalısan, məqalə buraxmaq üçün gərək maraqlı cavab çıxsın, amma həmişə də olmur. Yəni bir proyektin getməsi illər çəkir və oradan bir şey də çıxmaya bilər əslində. Hələ xərçəng kimi bir şeydir ki, 150 ildir bunun üstündə işləyirlər. Hələ də yəni bəlkə də son 20 ildə güclü bir dəyişiklik yoxdur. Birincisi işdə gərək ətrafında elə adamlar olsun ki, bunu biraz asanlaşdırsın. Elə günlər olur, məsələn, mən 12-13 saat kompüterin qabağında yəni işləyirəm, sonra başqalarla diskussiya edirəm. Gündə 4-5 dənə görüşüm olur bəzən ki, bu cavabları, məsələn, mən gedim həkimlə danışıram, tutaq ki, və yaxud gedim bir araşdırmacı ilə danışıram, bioloqla, fərqli insanlarla danışıram, görürüm mənim tapdığım nə qədər məntiqlidir. Çünki sonra bəlkə düz də çıxmır. Ona görə bu işlər ağırdır. Ümumiyyətlə, bu söhbəti ondan bilim ki, burada bir elmin xalqa çatdırılmağı var. Məsələn, biz mediada elmin bioloji araşdırma çatdırılanda biraz asan, yenə o söhbət gəlib çıxır, yenə asan çatdırılmağı, məsələn, çox asan demək ki, bunun səbəbi budur. Şey qutardı. A-nın səbəbi B-dir, B-nin səbəbi C-dir. Bu rahat bir yaxşı məqalə çıxır ortaya mediada. Bəzən də elə olur, yəni bəzən şansın gətirirsə elə olur. Amma əslində o qədər asan deyil. Məsələn, A-nın səbəbi B-dir, məsələn, B-nin də səbəbi A-dır, C-nin də səbəbi A-dır. Belə bir qarma-qarışıq bir şey ortaya çıxır. Sən onu tapmaq üçün illər sərf edirsən və yaxud bəzən 10 illər. Ona görə də gərək biraz özün ambisiyaları aşağı tutmalısan. Çünki biz elmi gedəndə hamımız böyük bir şey tapmaq istəyirik. Mən də xərçəngin səbəbini tapmaq istəyirəm aslında, amma mən sıxırda bir töhfə verə bilərəm onlara. Məsələn, mən indi töhfə verməyə çalışıram ki, tutaq ki, bir dənə xüsusi bir molekul tapım ki, onun əslində bir orada rolu var, amma rolu bilinmir. Məsələn, sadəcə bu qədər töhfə verə bilərəm. Tutaq ki, 1-2-3 ildə bir dənə molekul tapıram, tutaq ki, onun, amma əslində yüzlərlə, minlərlə molekul var, fərqli təsir ola bilən xərçəngə. Balanslaşdırma söhbətinə gəlsəm, elm mexanik ola bilər bizdə, həmişə mexanikidir, protokollar var. Sonra protokollar bunu baxırıq, sonra baxırıq ki, bu düzdür ya səhvdir, tez sevinə bilmirsən, gəlib ətrafında çoxlu şeylər yapıyorsan. Ona görə bunlar biz mexanik ola bilər, bu protokollar, bu araşdırmalar, mən də kompüterin qabağına işləyirəm. Düzdür, bunun özünə kreativlik çox lazımdır, amma biraz sərbəst olmalı, sərbəst eləməli şeyləri də sevirəm ki, məsələn, burada protokol olmasın. Məsələn, rəqs kimi. Mən rəqsi çox sevirəm, rəqs dərslərindən də gedirəm, rəqs yarışmalarına gedirəm. Musiqi ilə də məşğulam ki, burada məsələn, necə deyək, protokol daha azdır, yəni biraz daha çox sərbəstlik var. Ona görə belə balanslaşdırmağı sevirəm.
Başqaları məsələn iş yoldaşdıran başqa şeylər edir, onlar daha çox idmanla məşğul ola bilər, bir stres atsın və yaxud işdən sonra məsələn yeməyə falan gedir ola bilər və yaxud da sevgililəri keçsin, səyahət eləsin, belə şeylər də ola bilər, amma ümumi bunlar yəni çox balanslaşdıra bilmirsən, çünki iş özü çox ağır ola bilər, ağır periodlar olur. O zaman belə deyim də, insanın öz həyatını balanslaşdırması üçün sadəcə iş, tamam iş ağır, gərgin ola bilər, amma öz həyatımızda o yaradıcılıq tərəfimizi də, o stres atmaq deyil də, yəni özümüzü hansı yerdə rahat hiss ediriksə, dediyiniz kimi idman ola bilər, rəqs ola bilər, aslında bir istiqamətlə əslində sakitləşdirmək gözəldir. Biz keçən verilişlərimizdə, Ədalət bəylə olan verilişdə yadındadırsa, orada bir söz işlətdim ki, uşaqlarınızı mütləq, əgər kursa maarifləndirici bir şey gedirlərsə, mütləq bir incə sənət olsun ki, o baxımdan da o həyatını daha yaxşı yönləndirə bilmək üçün, o qurmaq üçün. Biz ümumiyyətlə ailədə 3 uşağı, mən bacı, 2 başqa bir qardaşım da var. Bizim üçümüzün də bir yaradıcılıq tərəfimiz var və həmişə ondan bir balanslaşdırırıq. O bizə daha çox kömək olur. Bir də mən sizdən soruşum, Elmir bəy, indi Elmir bəy deyirəm, məndən kiçik olsa da amma Elmir bəy deyir. Bizim belə deyək, siz dediniz ki, çox asandır demək ki, A-nın səbəbi B-dir, B-nin səbəbi C-dir. Yəni bu biraz miflər və həqiqətlər söhbəti var ki, məsələn bizim indi bəlkə də bilmədiyimiz o qədər miflər var ki, bizi öyrədilən miflər var. Bunlardan bir neçəsini bizə deyə bilərsiniz ki, bax əslində belə deyirlər, amma bu belə deyil, bu bir mifdir və ya bu bir həqiqətdir. Məni təəccübləndirən və təəccübləndirməyən bir araşdırma gördüm bir neçə il əvvəl ki, serotonin, hansı ki biz fikirləşirik ki, depressiya ilə əlaqəsi var. Depressiya, serotonin aşağı olan depressiya olur, yuxarı olanda yox. Belə bir xoşbəxtlik hormonu deyirlər də ona. Mən həmişə fikirləşdim ki, bu qədər sadə ola bilməz. Yəni əslində antidepressantlar da 50-60% adam kömək eləyir. Belə bir statistikada var, oxumuşdum. Mən həmişə fikirləşdim ki, bu qədər sadə ola bilməz. Beyin kimi mürəkkəb bir quruluş və depressiya kimi mürəkkəb bir xəstəlik və yaxud pozuntu, yəni bu qədər bir molekula bağlı ola bilməz və əslində 2022-ci ildə bir araşdırma gördüm ki, yüzlərlə, minlərlə araşdırmanı götürüb 2 nəfər alim, bunların hamısına bir baxıb ki, serotoninlə və bununla bağlı bütün araşdırmalar götürüb baxıblar ki, əslində və statistiki testlərdən sonra baxıblar ki, əslində serotonin depressiya ilə güclü əlaqəsi yoxdur. Antidepressantların niyə kömək elədiyi, əslində başqa mexanizmlərlə, dediyim kimi o ABC məsələsidir. Əslində olum ki, D A-nı eləyir və yaxud C, B-ni arx tərsinə olur. Antidepressanlar işləməyi serotoninlə əslində bir əlaqəsi birə-bir deyilmiş. Yəni ona görə o yenə söhbətinə gələcəm. Bu meşə yanğın söhbəti. Biz serotonini kimi görürük, tüstü kimi görmüşük məsələn. Demişik ki, budur səbəbi. Amma görüblər ki, əslində o qədər asan deyil. Bir molekul, bir xəstəlik, belə bir asan bir bağlantı qurmağa çalışır, amma bu məsələn böyük bir mif kimi həm təəccübləndirdi, həm də təəccübləndirmədi bunu görəndə ki, əslində serotoninlə depressiyanın birə-bir əlaqəsi qədər asan deyil birləşdirmək. Başqa depressiyanın səbəbi nə deməkdir? Onu da bilmirəm, amma bir çox səbəb ola bilər depressiyanın, psixologik bir çox səbəb ola bilər. O zaman antidepressantlar o da bir mifdir. Mif deyil. Mənim sahəm deyil psixiatr. Yəni psixiatr mənim sahəm deyil. Bunu mən molekulyar biologiyada daha çox necə deyim? O zaman placebo effektini falan da deməyə ehtiyac yoxdur ki, insan o dərmanı içəndə bəlkə də siz deyən kimi serotonin hormonunu, yəni adamın bəlkə başqa bir ehtiyacı var, amma bu şuuraltı gedir ki, həm bu mənə təsir edəcək. Əslində eşitmişdim ki, demişlər, sən normal ağrı kesici də içsən, özünü yaxşı hiss edəcəksən. Ağrı kesici də. Eynən, insanlar var ki, gedir həkimə ki, nə var, bir dənə dərman yaz, yəni mən sağalacağam. Adam əlaşızlıqdan bir vitamin yazır və deyir ki, bu çox təsirli bir dərman, sən bunu çətinliklə tapacaqsan. Gedir o vitamini içir və sağalır. Bu əslində biraz, yəni insanın özü-özünə təsiridir. Hətta o vaxt oxuduğum bir dənə
elmi tədqiqat var idi. Amerikada deyəsən keçirilmişdi. 1950-ci illərdə deyəsən, səhv etmirəmsə. Yəni ili səhv deyə bilərəm. Bir qadın məhkum olur və 1800-ci illər, çünki o zamanlar hələ öldürmə, yəni insanları hələ də asırdılar da, yəni. Bir qadının günahkar olduğu üçün təklif edirlər ki, sən onsuz da sabahları asılacaqsan. Əgər sən istəyirsənsə, biz səni asılmaqdan qurtaraq və səni üstündə dərman tətbiq eləyək ki, görək necə effekt verir və bundan çıxan, yəni sən axır əvvəl öləcəksən, istər asılma ilə, istər dərman yolu ilə, amma bu yolla öz övladlarına, öz ailənə bəlli bir məbləğ pul qalacaqdır da, yəni sən buna razılaşsan. Və qadın əlacsızlıqdan həqiqətən də razılaşır. Və səhərsi günü dərman verirlər ona bir sistem şəklində və bir sistem yaşıldır, bir sistem qırmızı, bir sistem isə mavi rəngdədir və birinci mavi rəngdə sistem gedir və hamısını izah edirlər qadına uzanmış vəziyyətdə. Deyirlər ki, birinci mavi gedəcək. Mavi gedəndə sən ayaqlarını hiss eləməyəcəksən, yavaş-yavaş əllərini hiss eləməyəcəksən. Yaşıla keçəndə əllərin, başın, qırmızıya keçəndə isə sən yavaş-yavaş ölməyə başlayacaqsan. Və həqiqətən də elə olur. Mavi gedir, yaşıl gedir, dalından qırmızı gedir və qadın ölür. Və bunun arxa planında, yəni doktorlar deyirlər ki, əslində o su idi, maye idi. Sadəcə qadın öz beynini öldürdü. Çünki o qədər inanmışdı ki, o dərman içində ölücü bir dərman var və o yavaş-yavaş həqiqətən də öləcək. Yəni insanın öz beyni özünü öldürməyə qadirdir. Niyə yaşatmasın? Yəni yaşatmağa da qadirik, amma biz bunu daha çox neqativlərlə doldurmağı, o tüstüləri yandırmağı, yəni istər bu tüstü serotonin əksikliyi, yəni xoşbəxt deyiləm, pis eləyirəm, həyatımda heç nə yolunda getmir, nə bilim bu olacaq, o olacaq deyərəkdən, yəni bizim pasientlərimiz daha çox pasientlər deməyim də, yəni hal-hazırda yaşadığımız topluma baxıram, yolla gedəndə hər kəs bir huzursuzmu deyim, bir aqressivlikmi deyim, bir narazılıqmı deyim. Yəni bu şeyləri biz yaşayırıq, tamam, amma qəbul etməliyik. Sizin misal üçün Almaniyada yaşayırsınız. Regional psixologiyanı soruşmuram. Adi küçədə gəzəndə huzursuzluq varmı, aqressiya varmı? Əslində olanda olur. Almanlar şikayət etməyə çox istəyirlər. Bazar günü səs salsan qonşun polis çağırır. Yəni orada biraz pasiv aqressivlik var deyə o altda yatır. Burada əslində insanlar göstərir o aqressivliyi, içindən çıxarır. Biz yəni, çox emosionalıq ya, biz emosionalıq. Yəni hansı yaşdanız biz onu deyə bilmərəm. Yəni o baxır, əlbəttə ki, sənin haqqın yoxdur. Aqressiv göstərərsən kiməsə. Almanlarda pasiv aqressivlik çoxdur. Qərbdə də çox İngiltərədə var məsələn. İnsanlar pasiv-aqressiv davranırlar çox. Amma almanlar xoşlayır şikayət etməyi və onlar xoşlayır belə bir, necə deyim, yəni bir ətraflarında bir sədd yaratsınlar və onun içində rahat yaşasınlar. Amma həmişə belə həyat belə deyil. İstəyirlər ki, rahat bir çərçivə yaratsınlar və çərçivədə rahat yaşasınlar və bunu bacarırlar da. Ona görə məsələn bazar günü orada heç yer işləmir, hamı evində, küçə sapsakit, bəzi yerlərdə ümumiyyətlə 6-cı gündə. Amma məsələn kimsə küçədə kimin yanınsa velosipedin sürətini keçsən, sən üstə qışqıracaq məsələn elə bir. Çünki o rahatlıq qruplar və qaydalarla rahatlıq saxlamağa çalışırlar insanlar arasında. Kimsə pozsa aqressiv var, yəni o var. İndi qanunlar, qaydalar hələ də işləyə bilməz. Ona görə aqressiya çıxır ortaya bəzən orada. Amma dediyim kimi müəyyən qədər hamı o rahatlıq istədiyinə görə yəni biraz hörmətləməyə çalışırlar ən azından o qaydaları ki, məsələn mən axşam saat 10-da sonra səs salmayım və yaxud bazar günü mən səs salmayım. Hətta bazar günü məsələn mən Şuşa pulqa zibil atmağa belə qorxuram ki, o
Cəmaət Oh. cəmaət orada gəlib deyəcək ki, bu şüşən səsini çıxarıb bu qazi biletini. Hətta onu belə mən bazar görürəm. O zaman hər insanın o rahatlıq şeyi var, yaşadığı rahat yeri var. Bizim Azərbaycan ilə regional olaraq biz çox emosional və səs-küylü deyilərik. O danışıb bütün hisslərimiz bir səslə. Orada biraz daha çox insanlar məsələn daha çox özünə bəzi şeyləri saxlayır. Məsələn, siyasi görüşü və ya dini görüşü məsələn çox danışmırlar. Belə şeylər var. Danimarkada məsələn belə şey var. Mən Danimarkada yaşamışam, magistratımı orada oxuyanda insanlar dini və siyasi görüşlərini çox açıq başqalarına danışmırlar. Ona görə belə emosiya gətirəcək şeylər də məsələn danışmırlar ki, o üzə çıxsın. Belə hələ ki gördüm. Əslində emosiyalarımız da doğru yerdə, doğru zamanda yaşanmalıyıq da, doğru deyilmi? O da var. Yəni biri var. İndi düzdür. Emosiyaları amma oradakı ətrafında elə adamlar olsun ki, sən emosiyaları rahat ifadə edə biləsən. Bayaq dediyim, danışdığım söhbət var. Necə balanslaşdırıram o və yaxud necə balanslaşdırmaq olar başqa kreativ şeylərlə. Kreativ şeylər eləmək üçün ətrafında kreativ insanlar olsun. Və onu eləmək daha rahat olur. Məsələn, mən çalışıram ki, işdən əlavə dostlarım olsun ki, hansı ki, onlarla kreativ işlərlə məşğul olur. Məsələn, mənim film çəkən dostum var və yaxud rəssam dostum var, dizayner dostlarım var. Mən onlarla vaxt keçirməyi xoşlayıram. Çünki onlarla vaxt keçirməsəm mən bu kreativ cəhətim ortaya çıxa bilməz. Yəni ona görə o cəhətdən də balanslaşdırmaq lazım ki, sən özünü rahat ifadə edə biləcəyin insanlar ətrafına yığılsan. Bəs yaxşı, siz necə fikirləşirsiniz? Gələcəkdə yaxın bir neçə ildə süni zəka da gəlir və süni zəka ilə bir yerdə insanların psixologiyası daha mı yaxşı olacaq, yoxsa daha mı pisləşəcək? İnsanlar psixologiyası süni zəka olmadığında pisləşir məncə. Əslində bu ikisi də ola bilər. Bunun şahid araşdırmaları, məsələn, Amerikada bir araşdırma var idi ki, məktəbdə bullying görən uşaqlar normalda məsələn məktəbin orada konsultasiya edən bir insana onu gedib onunla söhbət edirsən də ən azından Amerikada birə-bir yəni məsləhət alırsan məsələn Amerikada uşaqlar bullying görən gedib onunla söhbət edirlər. Amma belə məktəblər var ki, məsələn o insanla çox rahat hisslərini ifadə edə bilmirlər uşaqlar. Gedib məsələn onu da yazırlar ChatGPT-də tutaq ki, və yaxud süni zəka ilə və araşdırmalar bu kömək eləyib onlara, çünki onların hisslərini göndərə biləcək bir yeri olub, yəni yazmaq ki, onu çünki süni zəka səni necə deyək, sən ona yazanda səni yargılamır da. Sən o insan yargısını aşmış olursan o cəhətdən. Yəni ki, bizdə qorxu var da yargılana bilərik. Məsələn, hətta sənin başına travmatik hadisə belə gəlsə belə, sənin səhvin olmasa belə çox şey var ki, insan yargılana bilər. Ki, yəni hamı elə fikirləşmə bilər ki, sənin günahındır, məsələn, o travmatik hadisə başına gəlirsə. Amma süni zəkada yox. Amma ki, sərsinə də ola bilər. Yəni başını itirmiş insanlar da var ki, süni zəkada danışıb başını itirib belə psixoloji hadisələr də olub. Hətta bu yaxınlarda süni zəka ilə eşq yaşayan insanlar da çox olub. ChatGPT-in bir modeli var idi ki, onunla insanla flörtləşirdi. O modeli yığışdırdılar ChatGPT və neçə insan depressiyaya düşdü ona görə. Çünki onunla əməli boş dramatika yaşayırmış. Ona görə süni zəka o yargılamanın qarşısını alır. Amma söhbət var ki, necə bir cəmiyyət qura bilərik ki, insanlar bir-birlərini çox yargılamasın ki, süni zəka ilə necə qaçmasın. O da doğrudurmu? Səni yargılamadan, səni pohpohlamaq deyək də, pohpohluyur, yargılamadan yanında durur. Bu nə qədər illüziya yaradıb, nə qədər sağlam bir psixologiya olacaq. O insan axı özünü haqlı biləcək. Bu mənə deyir ki, ChatGPT deyir ki, sən haqlısan və yaxud səni pohpohluyur, özünü haqlı biləcək. Amma harda doğru düzgün nəyi dəyişmək lazımdır, onu görməyəcək. Və sən bir insan münasibət qurmalısan da, yəni kommunikasiya insanla keçməlisən. O tərəfdən görməyəcək. Bunun hansı tərəfdən yaxşıdır, hansı tərəfdən pisdir bilmirik. Amma mən çox eşidirəm ki, son zamanlarda yəni kritik vəziyyətlərdə ChatGPT-dən kömək istəyir və onun nəzdində davranır. Amma
onun yaxşı nəticəsini gördüyünü deyir. Amma altda yatan bayaq dediyimiz kimi o yanığın sönməyib də hələ. Çünki o təkcə səni kömək olmuş ola bilər, amma eyni zamanda qarşıdakına da kömək eləməlisən, onunla normal kommunikasiya qura biləsən deyə. Ona görə yenə də yalnızlaşmağa gedir. Yəni insan yenə də özüm mən dəyərliyəm söhbətinə gedir. Bu da toksik bir münasibətə gəlib çıxır. Yəni fərqli situasiya, fərqli şeylər Mənə gəlir ki, burada bir psixologiyanın bir başqa bir dalı yaranacaqdır ki, ChatGPT, yəni zaten psixoloji çox artacaq. Eynən, sui intellektin danışıqlar. Hətta bəzən bir pasiyentim də belə bir şey demişdi ki, mənə elə gəlir ki, sui intellekt ilk vaxtları sui intellekti psixoloq kimi elə bir şey demişdi ki, psixoloq kimi danışıram. O qədər haqq verdi ki, mənə artıq yanlışlarım bir yox, nə qədər yanlış deyil də, yəni elə bir ki, narahat edirdi, sakitləşdirirdi. Amma əslində narahatçılığı təməldən ortadan qaldırmaq lazım. Əslində psixoloqlar bu nə edir? Yəni varsa bir problem təməlindən, kökündən, genetik olaraq olmasa da, yəni uşaqlığından və yaxud da o hamiləlik hətta periodunda belə yaşadığı o problemləri ortaya çıxardıb səbəbini göstərirsən və səbəbindən qaynaqlanan şeyləri aradan çıxartmağa başlayır insanın özü. Psixoloq %80 kömək etmir, %20, 26 maksimum yönləndirə bilər. Amma yəni bəli, pasiyent insanın özündən asılıdır. Amma insan hər şey sui intellektdə danışır və sonra deyir ki, mən belə bir həyat, yəni çünki sui intellekt sənin niyyətini bilmir, ümumiyyətlə sənin yaşantını bilmir, necə bir insan olduğunu bilmir. Yəni bilsə belə, yəni bir video görmüşdüm bu yaxınlarda, yəni yoldaşı ilə bir yerdə süni zəka vasitəsilə danışır. Mən indi səhər yuxudan durdum, mən yoldaşıma nə yazmalım? Ona bunu yaz, ona yaz. O dedi ki, sənə birinci o demədi, sabahın xeyir. Deməli o səni onda sevmir. O dedi ki, onda sən məni sevmirsən. Və bu əksinə bir konfliktə gətirib çıxartdı. Yəni nə qədər dərəcədə səni həqiqətən də süni zəka səni doğru istiqamətləndirəcək. Yəni artıq burdadır, yəni böyüyən uşaqlar artıq onu istifadə edəcəklər. Yəni buradan qaçış yoxdur. Amma düz insanlar öz narahat duyğularına oturmaq istəmir. Hansı ki, yəni terapiyada da buna önəm verilir ki, yəni doğrudan oturmalısan o çətin duyğularla başqa cürə, yəni məsələn müəyyən travmatik şeyləri keçə bilmirsən. Bunu asanlaşdırır ki, ChatGPT. Amma və ya süni zəka bunu asanlaşdırır biraz ki, sən rahat keçəsən. Çünki bu travmatik hadisələr olsun və yaxud səhv narahat edilən duyğular olsun, biraz utanc hissi də verə bilər insana və utanc hissi məncə bəlkə də bilmirəm, siz razı olarsınız, ən ağır hisslərdən biridir və ən ağır hisslər daşınması çətin. Üzləşməsi çətin olur. Və süni zəka kömək edir ki, sən utanc duyğusuna üzləşməlisən. Biraz o var məncə. Pərdə. Həddən artıq çox böyük pərdələr, yəni sui intellekt bizə verir. Amma o pərdəni qaldırdığımız zaman görmək, yəni o insanı, yəni özümüzə görə biləcəyik mi, o çox maraqlıdır. Yəni simptomu amma nə deyim, simptomu da süni zəka. Yəni siz də insanlar arasında bir ayrılım deyək də bu var idi, yəni əvvəldə var idi. Bunu sadəcə süni zəka insanların ona bağlanmağı biraz o simptomudur, yəni cəmiyyətdə baş verən hadisələrin ki, insanlar bir-birinə uzaqlaşır və müəyyən şeylərdə ara çətinləşir ki, insanlar bir-birinə uzaqlaşdırır, iqtisadi ola bilər, sosial ola bilər, problemlər ola bilər ki, insanlar və ona qaçırlar. Yəni sadəcə bir simptom kimidir. İnsanlar sonra cəmiyyətdə bir dəyişiklik var ki, insanlar hamı öz həyatını bir özünün proyekti kimi görür. Yəni sadəcə belə bir tendensiya da var ki, mənim həyatım mənim proyektimdir və başqalarının həyatı mənim maraqlıdır. Zaten bir period sonra belə gəlir insanlar, mən hələ də deyirəm ki, bir tipaj deyilən bir şey yoxdur. İnsanı tiplərə bölmək doğru deyil. Amma artıq görürəm ki, insanları tiplərə bölmək bir formaya gəlirik. Ki, inşallah olmaz. Məncə bizim beynimiz molekullarımız o qədər bölünəcək qədər bir şey olacağını düşünmürəm. Çünki hər kəs öz-özünə məxsus fərqlidir, fərdidir. Ona görə də onlarla zaten işləmək, yəni onların müalicə tipajı da belə fərqlidir. Amma inşallah ki, o tiplərə bölünmərik.
genetikadan gəldik, hara gəldik çıxdı. Yenə də gəldik psixologiyaya. Biz də belə manipulyasiya edirik. Qonaqları gətiririk. Bizim ana təməlimiz. Zarafat bir yana. Son olaraq hansı belə vurğular vurmaq istəyirik? Sizi Azərbaycanda çox tapa bilmirik. Ona görə gəlmişkən belə lazım sualları verdik. Bu arada deyim ki, Elmirin yaxınlarda Azərbaycanın Neyro Akademi deyə bir səhifə var. Orada təlimlər olacaq. Nə gözəl. Yəni burada Azərbaycanda maraqlanan insanlar üçün, gənclərimiz bu ancaq xaricdə yaşayan, belə deyək də, elmi kimi doktorantla professorların verdiyi təlimdir. Kimsəsə də qoşula bilər. Nə gözəl. Neyro Elm Cəmiyyəti var ki, mənim dostlarım qrup. Bizim ondan əvvəl proyektlərimiz var. Elmi Spektr jurnalı var. Məsələn, indi Azərbaycan Neyro Elm Cəmiyyəti var ki, orada Azərbaycanda tibb oxuyan, biologiya oxuyan tələbələrə biz seminarlar keçirik və yaxud məsələn xaricdə araşdırma edənlər leksiya keçirir. Mən də öz sahəmdə bu yaxınlarda seminar verəcəm. Azərbaycan Neyro Elm Cəmiyyətinə ödənişsizdir. Kimsə qoşula bilər istəsə. Danışıqlarımızdan ümumi belə bir vurğulamaq istəyirəm ki, yəni ən son olaraq bizim biologiyamızı deyək, bizi çərçivəyə salan bir şey kimi görülür, daha çox görülə bilir. Yəni dediyim kimi danışdıqlarımızdan. Amma əslində bizi azad edən bizim biologiyamızdır. Deyə bilərəm. Gözəl. Çox sağ olun gəldiyiniz üçün, çox sağ olun ki, o deyilləri zəngin biliklərinizi bizə və təbii ki, tamaşaçılara paylaşdığınız üçün çox sağ olun. Təfələriniz üçün çox sağ olun. Görüşərik. Görüşərik.